din ki bizi şükrə dəvət edir. Deyir, şükr eləyin, həmd eləyin, təşəkkür eləyin. Şükrün bir mənası da budur. Şükrün mənası bir nədir? Deyir, əldə elədiyindən, sahib olduğundan az olsun gözləntin, çox olmasın. Yəni 3 göz dürdün, 5 əldə elədin. Orada insanın içindən təşəkkür çıxır ki, heç mən bu qədər gözləmirdim ilahi. Sən əldə elədiyindən çox gözləyəndə təşəkkür də eləyə bilmirsən axı. 20 gözləyirdin, 5 əldə eləmirsən. Şükür eləyə biləcəksən. Deyirsən, mən onsuz da bunu istəmirdim ki, mən bundan yaxşısını istəyirdim. Bu nə yaşayışdı, mənə nəsib oldu. Amma sahib olduğundan az olsa gözləntin, görəcəksən ki, gözləntindən çoxun veriblər sənə. Onda şükür hissi oyanır insanın içində. Şükür eləmək hissi, təşəkkür eləmək hissi. O zaman həqiqətən sahib olduğun şey səni xoşbəxt edir. Böyük insanların həyatını görürsünüz. Sadə yaşayırlar, balaca bir evdə, sadə əşyalar. Böyle baxırsan ki, bu necə sıxılmır bu həyatdan görəsən. Hər şeyin böyle adi yaşayışda çox sıradan bir yaşayış. Amma ruhiyyəsinə baxırsan, deyirsən, ilahi, bundan xoşbəxt adam var görəsən. Necə tapır bunu görəsən? Sadə yaşayışla o xoşbəxtliyi, aramlığı necə tapır? Belə tapır. Ki, sahib olduğu şey onu xoşbəxt eləyir. Çünki şükür eləyə bilir. Təşəkkür eləyə bilir. Bu ruhiyyədə ola bilməsən, məcbur özünü ağır şeylərlə yükləyəcəksən. Yüklədin, imamdan uzaq düşəcəksən. Qeybət dövründəki imam bizim aramızda aşkar şəkildə deyil. Bizim 2 mühüm vəzifəmiz var. 1. Təqva. 2. Dinimizdən möhkəm tutmaq. Dinimizə bağlanmaq. Din də əqidədir, əməldir və tərkdir. Bu 3 dənəni kamilləşdirməliyik. Bu 3 dənə kamil olsa din kamil olar insanda. Və insanın vəzifəsi bunların üzərində işləməkdir. Allah bizə İmam Zamanın gəlişini görməyi nəsib eləsin inşallah. İlahi Pərverdigara sənad verirəm izzət və əzəmət və ərhəmər rahiminliyi və İmam Zaman əleyhissalamın zuhurunu təcil elə. Bizdən dua istəyənlərin dualarını qəbul elə. Bizi canlıdan izləyən bacı və qardaşlarımın nə dualar varsa onlardan qəbul elə. İlahi axır aqibətimizi xeyirli qərar ver. Dünya və axirət bizləri Qur'an və əhl-i beytdən ayrı salma. Haqqı batildən ayırmağa bizlərə furqan əta elə. İlahi İslama xidmət eləyənləri müvəffəq elə. Bizlərə də İslama xidmət eləmək üçün tövfiq inayət elə. İlahi vətənimizi, millətimizi yerin göyün bəlasından hifz elə. Bu vətənin keşiyində duran əskər və zabitlərimizi yerin göyün bəlasından hifz elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. İlahi axır aqibətimizi xeyirli qərar ver. Yadımızdan çıxan duaları bizim barəmizdə qəbul elə. İlahi övlad olmayanlara əməli salih övladlar nəsib elə. Xəstələr var, məxsusən nəzərdə olan xəstələrimizə şəfa inayət elə. İlahi elədiyimiz dualara İmam Zaman əleyhissalamı aminsi qərar ver və İmam Zaman əleyhissalamın zuhurun bizim zamanımızda qərar ver. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum.